Dinanın rüsvayçılığı. Ləyanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. O ölkənin ağası Xivilli Xamovun oğlu Şekim onu gördü, qızı aparıb onunla yatdı və onu zorladı. Onun üvey Yaqubun qızı Dinaya bağlandı. Şekim qızı sevdi və onunla xoş rəftar etdi. Şekim atası Xamova dedi, bu qız mənə arvad al. Yaqub qızı Dinanın zorladığını eşitdi, ancaq oğullar çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər sustu. Şekimin atası Xamov Yaqubla danışmaq üçün onun yanına getdi. Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekim Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdir. Belə iş etmək olmazdı. Xamov onlara belə dedi. Oğlum Şekimin üvey qızınıza bağlanıb, xahiş edirəm qızı ona arvad olmaq üçün verəsiniz. Bizimlə qohum olun, öz qızlarınızı bizə arvad verin, bizim qızlarınızı özünüzə alın. Bizimlə qalın, ölkədə sizin ixtiyarınızdadır. Burada yaşayın, ticarət edin və mülk sahibi olun. Şekim qızın atasına və qardaşlarına dedi, sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz verərəm. Məndən çoxlu başlıq və hədiyyələr istəyin. Söylədiniz, hər şey verərəm, ancaq qızı arvad olmaq üçün mənə verin. Yaqubun oğulları Şekimə və onun atası Xamova hilə ilə cavab verdilər. Çünki Şekim bacıları Dinanı zorlamışdı, onlara dedilər. Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama əvə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. Ancaq bir şərtlə sizinlə razı oluruq. Bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, öz qızlarımızı sizə əvə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. Əgər bizə qulaq asmasanız və sünnət olmasanız, qızımızı götürüb gedəcəyik. Onların sözləri Xamovun və oğlu Şekimin xoşuna gəldi. Cavan oğlan bu işi dəval etdi. Çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekim atasının evində ən hörmətli adam idi. Xamov və oğlu Şekim öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər. Bu adamlar bizimlə səmimidir, qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara əvə verərik. Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın. Şəhərin bütün sakinləri Xamova və oğlu Şekimə qulaq asdılar. Şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. Üçüncü gün onlar hələ də ağır çəkən zaman Dinanın qardaşları Yaqubun iki oğlu Şəmun və Lavi qılınclarını götürüb manisiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirdilər. Xamovu və oğlu Şekimi də öldürdülər, Dinanı Şekimin evindən götürüb getdilər. Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər.
etdilər. Çünki bacılarını zorlanmışdılar. Onların qoyun keçilərini, mal qavalarını, eşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar. Onların evlərində olan hər şey qarət etdilər. Yaqub Şəmuna və Lafiyə dedi: Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq. Əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam. Amma onlar dedilər: Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı? Yaqubun Bet-Elə qayıtması. Allah Yaquba dedi: Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə görünən Allaha orada bir qurbancaq düzəl. Yaqub ailəsinə və onunla olanların hamısına dedi: Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib altarlarınızı dəyişin. Qalxıb Bet-Elə gedək. Dətli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbancaq düzəldəcək. Onlar yanlarında olan bütün özgə büt allahların və qulaqlarındakı sırralar Yaquba verdilər. Yaqub bunları Şekim yaxınlığında olan balığın altında bastırdı. Onlar yola düşdülər. Allah ətraf şəhərlərinin sakinlərini dəhşətə salmışdır və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi. Burada bir qurbancaq düzəltdi. O yerin adını El-Bet-El qoydu. Çünki qardaşının əlindən qaçanda Allah özünü orada Yaquba zahir etmişdi. Rivqanın dayəsi Debora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında bastırdılar. Oranın adını Alon-Bakut qoydular. Yaqub Paddan Aramdan qaydanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi. Allah ona dedi: Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırmayacaq. Bundan sonra adın İsrail olacaq. Allah onun adını İsrail qoydu və ona dedi: Küllü ixtiyar Allah mənə. Qoy nəslin artıq çoxalsın, səndən bir millət və çoxlu millət törəyəcək. Sənin nəslindən çoxlu padşahlar çıxacaq. İbrahimə və İsağa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm. Allah Yaqubla danışdığı yerdə onun yanında yuxarı çəkildi. Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu. Üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü. Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu. Rahilənin və İshaqın ölümü. Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rahilə doğdu. Onun doğuşu ağır oldu. Doğuş zamanı ağır çəkəndə mamaca ona dedi: Qorxma, yenə də bir oğlun oldu. O ölüm əyağında can verərkən oğlun adını Benoni qoydu. Ancaq atası onun adını Binyamin qoydu. Rahilə öldü və Efrata, yəni Bet-Lehemə gedən yolda bastırıldı. Yaqub onun qəbrin üstünə bir daş qoydu. O bu günə qədər Rahilənin baş daşıdır.
İsrail yola düşdü və edib qülləsin o bir tərəfində çadır qurdu. İsrail bu ölkədə yaşayanda Rubin gelib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi. Yaqubun 12 oğlu var idi. Ləyanın oğulları Yaqubun ilk oğlu. Rubin, Şəmun, Lavi, Yəhuda, İsaka və Zəbulun, Rahilənin oğulları Yusif və Benyamin, Rahilənin qulluqçusu Bilhanın oğulları Dan və Niftalı, Ləyanın qulluqçusu Zilpanın oğulları Qat və Əşir, Yaqubun Paddan Aramda doğulan oğulları bunlardır. Yaqub Qiryat Arabada, yəni Xebonda olan Mamreya atası İsaqın yanına gəldi. İbrahim və İsaq Mamredə qərib idilər. İsaq 180 il ömür sürdü. O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esaf və Yaqub onu bastırdılar. Esavın nəsli. Esavın, yəni Edomun tarixçəsi belədir. Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivilli Sevonun qızı Ananı qızı Ohlivamanı, həmçinin İsmailin qızı Nebayotunun bacısı Basmatı arvad aldı. Ada Esava Elivazı doğdu, Basmat isə Reyuvu doğdu. Ohlivama Yevşu, Yalamı və Qorahı doğdu. Esavın Kənan torpağında doğulan oğulları bunlardır. Esav arvadlarının, oğullarının, qızlarının evindəki adamlarının hamısının, sürülərinin, bütün heyvanlarının və Kənan torpağında qazandığı bütün var dövləti götürüb qardaşı Yaqubun yanında başqa bir torpağa getdi. Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər. Sürüləri çox olduğu üçün qaldıqları torpağa sığınırlar. Esav, yəni Edom Seyir dağlıq diyarında məskən saldı. Edomların əcdadı Esavın Seyir dağlıq diyarındakı tarixçəsi belədir. Esavın oğullarının adları belədir. Esavın arvadı Adanın oğlu Elivaz, Esavın arvadı Basmatın oğlu Reuel, Elivazın oğulları Temman, Ommal, Sefo, Qatam və Qenyes. Timma Esavın oğlu Elifazın cariyəsi idi. O Elifaza Amleki doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. Reuelin oğulları bunlardır. Naxat, Zera, Şamma və Mizza. Bunlar Esavın arvadı Basmatın nəvələridir. Esavın arvadı Sivon qızı, ana qızı Ohlivamın oğulları bunlardır. O, Esava Yevşu, Yalamı və Qorahı doğdu. Esav oğullarının başçıları bunlardır. Esavın ilk oğlu Elifazın oğulları başçı Temman, başçı Ommal, başçı Sefo, başçı Qenas. Başçı Qorah, başçı Qatam, başçı Amalek, Edom torpağında Elivazatdan olan başçılar bunlardır. Onlar Adanın nəvələridir. Esavın oğlu Reuelin oğulları bunlardır. Başçı Naxat, başçı Zera, başçı Şamma, başçı Mizza, Edom torpağında Reueldən olan başçılar bunlardır. Onlar Esavın arvadı Basmatın nəvələridir. Esavın arvadı Ohlivamanın oğulları bunlardır. Başçı Yevuş, Yalam, başçı Qorah, onlar Esavın arvadı Anla, qızı Ohlivamanın nəslindən olan başçılardır. Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır.